Salam dostlar, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bugün sizlər üçün quyumağın hazırlanma qaydasını bölüşürəm. Əgər videomu bəyənsəz, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Əvvəlcə 150 qram yağı əridirəm və üzərinə 1 stəkan unu 3 dəfəyə az-az əlavə edib qarışdırıram. Əgər çox yağlı sevirsinizsə, o zaman yağın miqdarını 200 qram da götürə bilərsiniz. Unu və yağı gördüyünüz formada qarışdırdım. Daha sonra isə tam qızıl rəng alana qədər ocağın orta sürətində qovuracam. Gördüyünüz kimi artıq un qovruldu, rəngi dəyişdi. İndi isə üzərinə yarım çay qaşığı duz və zövqə görə bir qədər sarı kök əlavə edib qarışdırıram. Daha sonra isə üzərinə 5 stəkan, yəni 1 litr su əlavə edib qarışdırıram və ocağın gür xodunda altı qızarıb kənarları tavadan ayrılana qədər bişirirəm. Quyumağımız artıq hazırdır. Üzərinə gördüyünüz kimi yağ topaları yığışıb, altı və kənarları qızarıb. Çox gözəl dadlı bir quymaq alındı. Süfrəyə verdiyimiz zaman üzərinə şəkər tozu, bəhməz və ya bir qədər darçın əlavə edə bilərsiniz. Təbii ki, zövqə görə. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olaraq fikirlərinizi yorumlarda yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.